Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qawli. Allahümme habbib ileyye fihil ihsan ve kerrih ileyye fihil fusuqa vel isyan ve harrim aleyye fihis sakata ven niran. Bi'aunike ya gıyâthel mustagîsin. Amin. Ya Rabbel alemin. Allah'ın salamı olsun siz, əziz, dəyərli, möhtərəm böyüklərimə, əzizlərimə, səsimizi canlı vasitəsilə eşidən, bizi izləyən, ölkə daxilində olan, istənilən yerdə və ölkə hüdudlarından kənarda olan əzizlərə. Allahdan diləyək etdiyimiz duaları, qıldığımız namazları və bu mübarək ayda Rəbbimiz üçün, onun razılığını əldə etmək üçün tutduğumuz orucları ali dərəcədə qəbul eləsin. Allahdan diləyək, Allah 11 ayın sultanı olan mübarək Ramazan ayının bağışlanan qullarından, bəndələrindən bizi qərar versin. Allah ayın sonuna dək o mənəvi, ruhu, mənəvi gücü bizə nəsib etsin ki, ay boyunca bu ayda nazil olan bütün savab və fəzilətlərdən bəhrələnək. Bəli, möhtərəm cəmaatımız, əziz möminlər, bir daha Rəbbimizə sonsuz həmdlər, sənalar olsun ki, mübarək ayın, mübarək sübhündə, mübarək bir məkanda bir daha bizi qovuşturdu, bir daha ömrümüzə dəyər, bərəkət qataraq yenidən öz evində ona üz tutaraq əl açıb ibadət etməyi, dua etməyi hər birimizə nəsib etdi. İnanın, biz bu əməlimizin şükrünü nə qədər etmiş olsaq, yenə də azdır. O vicdanı olan insanlar, Rəbbinin varlığını mərifətlə dərk edən insanlar, bu kimi işləri görəndə biraz qəlbləri aramlıq, toxtaqlıq tapır. Elə bil, Allah heç bir mərdi namərdə möhtac eləməsin. Allah xüsusilə ailə başçısını, ailəsi balaları yanında xəcalətli eləməsin. Əhalinin sosial vəziyyəti bəllidir, müəyyən sıxıntılar, çətinliklər. Amma görərsən, Allah cümləmizə halal və minnətsiz ruzilər nəsib eləsin. Evində bir körpün ola, bir balon ola, bir şey istəsə, ala bilməsən çox pis olarsan. Mən bu danışacağımı danışma niyyətində deyildim. Bəzən görürsən, sözün axarı adama aparır, istiqamət verir. Allah insanın zehninə bir para şeylər salır, danışırsan. Mən Covid-19'da bu hamımızın yadındadır. Bir 6 il, 7 il bundan öncə o epidemioloji vəziyyət, pandemiya şəraitində məsciddir, Allah evidir deyə gələnlər, müraciət eləyənlər çox olur. Yəni, bəzən heç dediyi məbləği, istədiyi hacəti sən qarşılaya bilməsən də, bilirəm, bəlkə mümkündür, amma Allah evidir, dərdimi götürdüm, gəldim, deyəcəyim bir kimsə də yox, desəm də bəlkə heç məni başa düşməzlər. Axşam vaxtı idi, biraz adətən namazdan sonra qalıb, ya mütaliyə, ya canlı çəkilişimiz, ya digər çəkilişlər olanda biraz məsciddən geç çıxırıq. Məsciddən çıxanda gördüm bir cavan oğlan, olardı bəlkə 33-35, yəni yaşı ondan çox olmazdı. Yəni 30 ilə 35 arası. Gördüm
məscidin darvazasının ağzında, o hamı da bilir, giriş hissədə elə məscidə baxıb, əlini açıb ağlayır. İndi bir müsəlmanlıq, bir insanlıq naminə yaxınlaşdım ki, bir dualar elədim, Allah sıxıntı, nə çətinliyin var, yar və yardımcın olsun. Qardaş, nə kimi köməklik eləyə biləcəyimiz biraz da ürəklənib, hönkür-hönkür ağlamaya başladı. Dedi, evdə 2 körpəm var, 2 qız övladım var. Bir neçə gündür məndən bir şey istəyib, Allah heç bir valideyni övladı yanında şərməndə eləməsin. Deyir, onu ala bilmirəm. Özüm də bu binənin çıxacağında bəzən o işsiz, o iş axtaranlar, yəni ki, daimi gedib gələnlər görür, körpüyə çatmamış, sağda bir yer var. Deyir, 2 gündür də çıxıram ora, bir iş də olmur. Səhər olar, yuxudan durmamış evdən çıxıram ki, görüb bir də istəməsinlər. İndi də gözləyirəm ki, onlar yatsın, yatandan sonra evə qayıdım. Yəni, biz həqiqətdə bəzən elə hadisələrlə qarşılaşırıq, elə hadisələrlə. Ona görə, bu yaşadığımız anımıza görə gərək Rəbbimizə şükür eləyək. Gərək şükür eləyək. Çünki bəzən öz halımızdan gileylənirik. Amma gileyimiz bilirsən niyə görə olur? Həmişə özümüzdən yuxarı ilə özümüzü müqayisə eləyirik. Amma bizdən daha da acınacaqlı durumu düşəndə sən gərək öz halığa şükür eləyəsən. Halığa şükür eləyəsən. Ona görə bugün nə mən, nə sən, heç birimiz burada olmaya bilərdik. Yatıb yuxuya da qala bilərdik. Naxoş deyib, canımız ağrıyıb, yataqdan qalxmaya da bilərdik. Amma bizi yatağımızdan qaldırıb, buracan gəlməyə izin verən Rəbbimizə sonsuz həmdlər, sənalar olsun. O nöqteyi nəzərdən gərək bu anımızın qədrini bilək. Bu anımızın, bu günümüzün, sübhün bu çağının şükrünü Rəbbimizə verək. Bizə necə biri yaxşılıq eləyəndə, sən az da olsa onun qarşılığını verəndə necə qəlbin rahatlıq tapır? Maddi cəhətdən qarşılaya bilməsən də, can atırsan ki, onun bir işində, bir işin qulpundan yapışasan ki, rahatlaşasan ki, nəsə etdin, sən də ona yardım edə bildin. O, bəzən heyvanların dili ilə insanlara mesajlar ötürülür. O, eşidibsiz, Kərbəla hadisəsini nəql eləyəndə o qaranquşun dimdiyində su aparma məsələsini, yəqin ki, çoxlarınız bilirsiniz. O yanan xeymələrə ki, su apararmış, bunu görən digər o quşlardan ki, sənin bu dimdiyində apardığın su o yanan xeymiyə nə edə bilər? Cavabında söyləyir ki, düzdür bir şey etməz. Amma mənim edə biləcəyim budur deyə, mən bunu edirəm, yəni edə biləcəyimi edirəm. Yəni, nə xoş düşüncə olar ki, tutaq ki, məsələn də bir müminin, bir qardaşın, bir yoldaşın, dostun sıxıntısı ola. Məsələn, onun 100 manata ehtiyacı var. Amma sən bugün 100 manatı verə bilmirsən, amma 1 manat verə bilirsənsə, 100 nəfər yığışıb 1 manat versə, yəni 100 nəfərin heç birinin 100 manat vermə imkanı da olmasa, amma 1 manat vermə imkanı olar da, onu danmaq olmaz. Yəni, yığışıb onu vermiş olsalar, eləyə biləcəyi etmiş olsun, nə qədər fayda vermiş olarsan. O nöqteyi nəzərdən Rəbbimizə həmdlər, sənalar olsun ki, sübhün bu çağında öz evinə toplaşmağa bizə izin vermiş, ömrümüzə şərəf qatmış, ömrümüzə fəzilət qatmış, bu anımıza sonsuz həmdlər, sənalar olsun. Günün
duasına qısaca diqqət etsək, Allahümmə həbbib iləyyə fihil ihsan. İlahi, bugün məni yaxşı əməllərə rəğbətləndir. Bugün yaxşı əməl edən kəslərdən, bəndələrdən olum. Və kərrih iləyyə fihil fusuq vəl-isyan. Allahım, bugün məndə günah və əxlaqsız işlərə qarşı ikrah hissi oyat. Yəni, günah fikrimdən belə keçməsin, meyl eləməyim, ona yönəlməyim. Və harrim aleyyə fihi as-saxata və niran bi'unikə ya ğiyafəl müstəqlisin. İlahi, bugün mənə qəzəb və cəhənnəm atəşini haram et. Ey köməksizlərin köməyi, ey çarəsizlərin çarəsi, ey ümidsizlərin son ümidi olan Allahım. Amin, ya Rəbbəl aləmin. Möhtərəm cəmaatımız, əziz möminlər, 11-ci günün duası Allahdan xeyir işlərə təşviq və rəğbətlə başlayır. İlahi, bugün məni yaxşı əməllərə rəğbətləndir. Bu məlum məsələdir, hamımız bunu bilirik ki, hər bir hərəkət edən, onu hərəkət etdirənə, təkan verənə borcludur. Yəni, bir sıxıntın olanda və yaxud işsiz olanda biri sənə iş təklif edəndə və yaxud da biri sənə bir sənət öyrədəndə, həyatın istiqamətində sənə əl tutub köməklik edən insana təşəkkür etmək sənin borcundur. Hədislərdə qeyd olunur ki, mən ləm yəşkuril məxluq, ləm yəşkuril xaliq. Yaranmışlara təşəkkür etməyi bacarmayan xaliqə heç vaxt şükür eləyə bilməz. İnsanlara ona etdiyi yaxşılıqların qarşılığında çox sağ olu deyə bilməyən Allahın ona etdiklərinə şükür edə bilməz. Demək, dinimizdə ən mühüm vəzifələrdən biri sən Allahın sənə verdiyi nemətləri dərk etmək, mərifət yetirmək və üstəlik yaxşı işləri görməklə yanaşı başqalarına da onu təşviq etməlisən. Günün duası da belədir ki, Allahım, bugün məni yaxşı işləri görməyə rəğbətləndir. Yəni, can atım səni razı salacaq işləri görə bilim. Və özün görməyinlə yanaşı başqalarını da pislikdən çəkindirməlisən və yaxşılığa dəvət etməlisən. Yəni, əmr biməruf, nəhy əz münkər. Yaxşılığa dəvət və pislikdən də çəkindirmə. Quran-ı Kərimin mübarək Ali-İmran surəsinin 104-cü ayəsində Allah Teala buyurur. Bismillahirrahmanirrahim. وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَعْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْحَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işləri görməyə buyuran və pis əməllərdən qadağan edən bir cəmaat çıxsın. Məhz onlar nicat tapanlardılar. Demək, ümmətin içərisində وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ. Sizin aranızda bir dəstə olmalıdır, elə insanlar olmalıdır ki, yaxşılığa dəvət etsin və ya'muruna bil ma'ruf və əmr biməruf etsin və yenhavna anil munkar, nəhyəz münkər, pis işdən çəkindirsin. Allah Teala buyurur, ulaikə humul muflihun. O zümrə, o dəstə, elə insanlar nicat tapanlardılar. Demək, özümüz xeyir işi görməklə yanaşı, başqalarının da o işi görməsinə vəsilə olmalıyıq.
Və ikinci hissədə buyurur Allahım, məni pis işlərə və bəyənmədiyin əxlaq ölçüsünə, çərçivəsinə sığmayan işlərə qarşı ikrah hissi yarat. Yəni, o pis işləri, pis əməlləri yerinə yetirməyim. Bəzən görərsən, bu pisliyi etməyə, eyb və nöqsan axtarmağa elə işsizlik də səbəb olar. O Şeyx Nizaminin sözüdür, deyir ki, iş insanın neydi? Bəli, hamımızın dilinin əzbəridir də, gövhəridir, cövhəridir. Gövhər, daş, qaş, qiymətli bir şeydir. Görsən, adam işləyəndə başı işə qarışır, amma bekar adam özündən çox onun bunun işlə başı qarışır. Tində durur, gələnə də söz qoşur, gedənə də söz qoşur. Bekar adamdır da, danışma, ona söz lazımdır, söz qoşma. Deyir, bir gün Loğman-ı Həkim bir yerdən, bir məhlədən, bir küçədən keçəndə o tində əyləşənlər, o bekarlardan bir neçə nəfər olur. Bu oradan keçəndə buna gülürlər. Bu bir qədəm saxlayır. Loğman-ı Həkim fizioloji baxımdan qara dərili olub. Qara dərili insanlarda yəqin fikir vermişsiniz, dişləri çox ağ olur. Sən, mən səhər, axşam, gün orta dişimizi istənilən macunla da fırçalasaq, o ağlığı əldə edə bilmirik. Yəni ki, və biraz dodaqları iri, burnu da biraz yekə olduğundan, bu da hikmət sahibidir də, bilir ki, buna gülə bilərlər. Bir qədəm saxlayır, üzünü çevirir bunlara, deyir, nəqşə gülürsüz, yoxsa nəqqaşa? Nəqş insanın surətidir, nəqqaş da rəssam da, şəkil çəkən. Yəni, əsl nəqqaş Allahdır, əsl rəssam Allahdır. Çünki insanların hər birini fərqli surətdə yaradır. Üstəlik, su üzərində rəsm əsər, hansı su hər kəsə bəllidir. Yəni, heç bir rəssam su üzərində rəsm əsəri çəkə bilmir. Suda dayanıqlıq yoxdur axı. Biraz azacıq hərəkət rəsm əsəri pozulacaq, dağılacaq. Amma Allah Teala su üzərində rəsm əsəri və hətta bizim bu barmaq kodlarımız ki, ştrix kod ki var, hər kəsdə ayrıdır. Bu bəndlər, məsələn, o qatı cinayətlərdə görürsən ki, barmaq izi ilə. Məsələn, səs vermələrdə indi imza yox, barmaq. Çünki bunun təkrarı yoxdur. Əgər bu sənin barmağınla səs vermə olubsa, ikinci bu təkrarlana bilməz. Sistemə bu düşəndə təkrar olduğu bəllidir. Amma bu imzanı oxşar nə qədər adamların imzası ilə sənədlərə imza atırlar, nə qədər bənzətmələr eləyirlər. Allahın bu imzasının möhrünün təkrarı yoxdur. Hər kəsin özünün şəxsi imzasıdır, barmaq imzası. O nöqteyi nəzərdən Allahın əzəmət və qüdrətini bilən Həzrət-i Loğman-ı Həkim üzünü tutur bunlara. Deyir, nəqşə gülürsüz, yoxsa nəqqaşa? Vardıca deyir ki, siz mənim qara dərli olduğuma gülürsüz, amma mən bu halımdan məmnunam. Allahın məni belə xəlq etdiyindən Rəbbimə mən asi deyirəm, razıyam. Deyir, siz mənə bu cür baxırsınız. Əgər sizin dərüzdən biraz mənim məsələn üzümə və yaxud əlimə qoymuş olsalar, oradan qoparıb məsələn bir parçasını bədənimdə görsələr, görənlər deyər, yara xoraq xəstəliyinə tutulub. Yəni, qaranın içərisində ağ ləkə kimi görsənəcək də. Amma deyir, mənim dərimdən biraz sizə, məsələn, üzüzdə, əlüzdə olsa, əlavə edilsə, xal olacaq, sizin hüsnü cəmalıca bir gözəllik qatacaq. Yəni, görün, Allahın ona verdiyi o niməti necə
qiymətləndirir. Yəni, baxış bucaqları fərqlidir. Biri necə baxır, dəyərləndirir, bu necə? Ona görə mühüm olan o baxışdır. Və Loğman Həkimin bu cür ədəblə davrandığını görən o tində əyləşib söz becərənlər, söz qoşanlar, bunu Sədir Şirazinin Gülüstan əsəri var. Bizim dildə də tərcüməsi var. Biz 97-ci ildə təqribən 29 il bundan qabaq elə 9-10 yaşım olanda oxumuşdum bu şeiri. O vaxtdan yadımda qalıb. Deyir, əz Loğman porsidənd ədəb ra əz ki amuxdi, xoft bi ədaban. Deyir, bu hadisəni danışır, sonda bir Səd Şirazi nəzmə çəkir, şeir yazır. Deyir, Loğman Həkimdən soruşdular ki, sən bu ədəbi kimdən öyrənmisən? Cavabında deyir ki, elə sizin kimi ədəbsizlərdən. Deyirlər ki, ədəbsizdən də ədəb öyrənmək olar. Deyir, bir anlıq özümü sizin yerinizdə qoydum. Siz ki, mənə qarşı bunu etdiniz, mən narahat oldum, bir insan kimi incidim. Özümü sizin yerinizə qoydum ki, əgər siz etdiyinizi mən də başqasına etmiş olsam, onun da qəlbini, onun da ruhiyyəsinə toxunmuş olaram, qəlbini qırmış olaram. Sizin kimi ədəbsizdə bunu görəndə özümdə təkrarlamadım. Düşündüm, sizin etdiyinizi mən də etsəm, necə mən narahat olmuşam? Başqasını da narahat eləyə bilərəm. Ona görə sizin kimi ədəbsizlik hərəkət edən insanları gördükcə onları özümdən tərk elədim. Onları tərk eləyə gəldim bu ədəbə sahib oldum. Dolayı yolla mənim ədəb müəllimim sizin kimi ədəbsizlərsiz. Ona görə möhtərəm cəmaatımız günümüzün duasında da buyurulur ki, Allahım bugün mənə günaha qarşı, əxlaqsızlığa qarşı ikrah hissi oyat. Yəni, meyl eləməyim, fikrimdən belə günaha rəğbət yaranmasın, istiqamət almayım və öz qəzəbini və cəhənnəm odunu mənə haram et. Amin. Ya Rəbbəl aləmin. Allahım, etdiyimiz duaları qəbul etkinən. Cümləmizə o gücü, o ruhiyyəni nəsib et ki, sənə layiqli ibadət edək, layiq oruc olaq və layiqli şəkildə bəndəlik vəzifəmizi tam, dürüst yerinə yetirək. Allahım, bu birliyimizi, vəhdətimizi günü-gündən gücləndirginən. Allahım, sübhün bu çağında xüsusilə yaşlı əzizlərimiz, atalarımız, babalarımız və o yanlarında bəzi valideynlər öz övladlarını götürüb gətirirlər. Yuxunun bu şirin vaxtında, çağında Allah evinə gələn hər kəsin Allah nə maddi, mənəvi, cismani sıxıntısı, çətinliyi var, həll etginən. Allahım, günü-gündən sayımızı artırginən. Allah bu neyməti üzmanı bizə çox görməginən. Dünya və uqba bizi Qur'an və Əhl-i Beyt əleyhimussalamlardan ayrı salmaginən. Dövrümüzün, zamanımızın imamın zuhurunda təcil etginən. Etdiyimiz duaların qəbuluna, Peyğəmbər və pak Əhl-i Beytinə sələvat zikr elə.